Herkese salam. Bu günlərim 3 süni intellekt, Cloudopus, ChatGPT, Gemini, Paint proqramını düzəltməyə çalışacaqlar. Mən burada ChatGPT-nin 5.1, Cloudopusun 4.5, Gemini'nin isə 3 Pro versiyasını istifadə edəcəyim. Videoya başlamazdan əvvəl Telegram kanalıma abunə olun. Orada mən faylları paylaşıram. Kommentlərdə də fikrinizi yazmağı unutmayın. İndi isə gəlin videoya keçək. Gördüyünüz bu promptu mən hazırlamışam. İndi isə gəlin onu ilk yarışmacımıza Gemini 3 Pro-ya göndərək. Görək ki, o bizə hansı kodu verəcək. Gördüyünüz kimi Gemini kodu verdi. Ümumilikdə 534 kod sətr tutur. Gəlin indi başladaq, görək ki, necə alınır. Gördüyünüz kimi Gemini ucu ad da verib, JavaScript, CSS Paint. Gəlin nəsə çəkək. Gördüyünüz kimi size dəyişə bilirik. Fişi. Sonra düz xətt. Heç səhvi də yoxdur Gemini. İndi istəsək boş yoxdur məncə. Dəqiqə görək. Boş seçə bilirik. Delete silməkdir. Clear düyməsi var. Hər şey silir. Bu nədir görəsən? Gəl nəsə çəkək. Həmin böyle bir şey. Bu desən rəng götürəndir. Bəli, rəng götürəndir. Rəng seçimimiz çox azdır. Yəni çox şey də yoxdur. Save düyməsi var, dala var. Ctrl Y, Ctrl Z işləyir. İndi isə gəlin ChatGPT-yə keçək. Görək o bizə nə yazacaq. Gördüyünüz kimi ChatGPT-yə cəmi 3 dənə səhv dedim. ChatGPT-nin işi asan olacaq. İndi isə gəlin ChatGPT 5.1-ə göndərək. Görək nə olacaq. Gördüyünüz kimi ChatGPT kodu yazdı. Ümumilikdə 730 kod sətr tutdu. İndi gəlin onu başladaq, görək nə alınıbdır. Gördüyünüz kimi ChatGPT bir dənə adı dəyişib. Advanced JavaScript Paint. Burada rəng seçimimiz var. Buradan da seçə bilirik. Çoxlu şeylər əlavə edib. Gördüyünüz background. Kağızın ölçüsünü də seçə bilirik. Sonra grid. Paint GPG yükləmək də olur. İndi gəlin gülməli bir rəsm çəkək, görək nə alınacaq. Gördüyünüz kimi beləncə bir şəkil çəkdim. İndi gəlin şəklin formasını dəyişək. Gördüyünüz kimi dəyişir. Gəlin buraq 1000 yazaq. Apply, gördüyünüz kimi beləncə nə olur. Background-u seçirik, məsələn clear-ə basar. Gördüyünüz kimi background'umuzu dəyişdi. İndi gəlin bunu seçək. Gördüyünüz kimi ətraf şey oldu, qapqara oldu. İndi isə gəlin Cloudopus'a keçək. Bu kodu ona ataq. Bu səfər çoxlu əlavələr etməyini istəyəcək. Gördüyünüz kimi mən Cloudopus'a beləncə bir 6 dənə səhv yazdım və göndərib oxuya bilərsiniz. İndi isə gəlin onu Cloudopus'a göndərək, görək o bizə nə verəcək. Sizə mənim pis xəbərim var. Cloudopus'a nə qədər eləsəm də, yəni göndərmək olmur. Ona görə də mən başqa saytdan Cloudopus'a bu tapşırığı verib gələcəm. Siz isə mənə gözləyin. Cloudopus bizə kodu verdi. Ümumilikdə 936 kod sətr tutub. İndi isə gəlin başlayaq, görək nə alınır. Gördüyünüz kimi heç nə dəyişməyib. Cloudopus düzəltmək istəyib, lakin adları görsənmir. İndi isə özəlliklər görsən nədir? Text. Bəli, yazı əlavə edə bilirik. Sonra English, Azərbaycan seçək. Birinci tətbiqi arxa fon. Gəlin bunu seçək. Gördüyünüz kimi bəzi şeylər olmur. Sonra şəbəkə. Bunu böyüdə bilsək. Gördüyünüz kimi olurmuş.
Amma biraz karandaş, xətt, düzbucaq, dairə, üçbucaq, silik, sonra rənglər, rəng seçimi, mətn. Gəlin buradan bir şey yazaq. Görək mətn rəngini dəyişə bilirik. Bəli, rəngi də dəyişir. Bir çox şeylər yoxdur, çox şey də yoxdur. Sonra təmizlə işləyir. Gördüyünüz kimi ad da dəyişir. Sonra nələr əlavə olunur? Bir də ki, kontrol beləntisini eləyəndə şəklin ölçüsünü də dəyişmək olur. Özəlliklər əlavə eləməyib. Hələlik özəlliklər əlavə eləməyib. Üçbucaq bir dənə əlavə olunub. Sonra bu nə idi? Bu deyəsən silməkdir. Bəli, silməkdir bu. Bu doldurmaqdır. Bu mənə çatmadı. Bu nə idi? Sifrə bir şey. Rəng. Bu nədir? İstədiyimiz rəngi seçib. Bir dəqiqə. Seçim onu seçək. Yenə eyni şeydir. Bunu seçək. Və rəngi seçib rəngləmək olur. Sonra mən çox şey də əlavə olmayıb. İndi isə Gemini-yə keçək. Bu səhifəli isə animasiyalar daha çox səhvlərini düzəltməyini istəyəcəm. İndi isə gəlin Gemini-yə keçək. Gördüyünüz kimi mən Gemini-yə cəmi 4 dənə səhv yazdım. Videonu dayandırıb oxuya bilərsiniz. İndi isə gəlin onu Gemini-yə göndərək. Görək o bizə nə verəcək. Gördüyünüz kimi Gemini kodu yazdı. Bu səfər Cloudopus'dan daha çox az oldu. 798 kod səthi. İndi isə gəlin onu başladaq, görək ki, nə alınıb. Gördüyünüz kimi Gemini bizə kodu verdi. Onu başlatmışam. İndi gəlin yoxlayaq, görək ki, nələr var, nələr yox. Gördüyünüz kimi animasiyalar var, amma yenə adlar görsənmir. Gördüyünüz kimi. Yəni çox şey dəyişməyib. Bu səfər deyəsən yazı bəli var. Ölçü yazıya daxil var, bəli var. Sonra rənglərin yerini dəyişmək olur. Sonra fırlatmaq olur. Təmizlə. Sonra çox şey əlavə olmayıb. Spreydir bu məncə. Bəli, spreymiş. Bu pozandır. Sonra çox şey əlavə olmayıb. Çox şey əlavə olmayıb. İndi isə gəlin ChatGPT-yə keçək, görək o bizə nə verəcək. ChatGPT bizə kodu verdi, mən onu başlatdım. Yəni özüm şoka düşdüm ki, beləsinə alınmazdı. Sonra burada çox şey işləmir. ChatGPT sadələşdirib. Onda clear, ölçüm dəyişir, fırladı, eraser. Yəni çox şey işləmir. Text. Mən ChatGPT xoşuma gəlmədi mənə. Pencil işləmir, çox şey işləmir. Brushda beləntilərə yəni yaxşı işləmir. İndi gəlin Cloudopus axırıncı səfər keçək, görək o bizə nə verəcək. Gördüyünüz kimi Cloudopus kodun yazdım, ümumilikdə 1247 kod səthi tutub. İndi gəlin ona başladaq, görək nə alınır. Gördüyünüz kimi bu səfər yaxşı görsənir. Adlar yenə görsənmir, amma animasiyalar qəşəngdir və çoxlu özəlliklər var. Azərbaycan, İnglish, amma biraz çox qarışıqdır. Tətbiq, gəlin tətbiqə gedək. Sonra arxa fon, PNG, yəni təmiz oxşada bilməyib, tamam, yerləşdirə bilməyib. Gördüyünüz kimi bu deyəsən
adı da görsənmir, yəni tam bilmək olmur. Kvadrat. Burada dolu şey var idi. Deyəsən o yoxdur. Yox, doludur. Dolu bir şey var. Gəlin seçək. Bəli, var. Sonra gördüyünüz kimi çoxlu figurlar əlavə olunub. Müxtəlifdir. Sonra ox işarəsi, ürəyə oxşamır. Nə ürəkdir? Bu ürəkdir. Deyək. Ürək. Amma oxşamır. Oxşatmaya çalışıb, eybi yox. Bu deyəsən spreydir. Baxaq görək spreydirmi? Bəli, spreydir. Adından görsəndiyi üçün. Bu silcidir. Gördüyünüz kimi ölçüsünü yekələşdirək. Gördüyünüz kimi. Bu rəngləməkdir. Gəncə rəng seçək. Biraz donur. Bu seçməkdir. İndi gəlin nasıl yazaq? Gördüyünüz kimi görsənir. Gəlin təmizləyək. Arxa fonun rəngini dəyişək. Təmizlə. Mətn daxil edək. Gəlin içinə bir yazaq. Sonra özəlliklər qalıb. Şəkillər dolu. Yəni çox şey əlavə eləməyib. Bir dənə adını dəyişib. Azərbaycanda. Sonra yəni çox şey əlavə eləməyib. Şəbəkə. Arxada bəncə bir şey var. Uzaqlaşdırıb yaxınlaşdıra bilirik. Gəlin indi bunu yükləyək. Görək. Bir dəqiqə yükləmə işarə getdi. Bura gəlib. İndi yükləyək görək. Penci gördüyünüz kimi gəldi. Yüklənir, işə yarayır hər şey. Yazır, tətbiq et. Mətnin ölçüsünü də dəyişmək olur məncə. 1 Və gördüyünüz kimi insan mətnin ölçüsünü də dəyişmək olur. Bu nədir, başa düşmədim. Çox şey əlavə olunmayıb. Mənə görə bu ən axırıncı versiya yaxşıdır. İndi isə mənə gözləyin, ən yaxşı olanları açıb gəlin. Gördüyünüz kimi bu Gemini'nin ən yaxşı versiyasıdır. Animasiyalı, qəşəng, yəni səliqəli. Bu isə Cloudops'un ən axırıncı versiyasıdır. Biraz animasiyası qəşəng, amma yəni biraz dağınıq. Bu isə ChatGPT'nin burada animasiya yoxdur. Yəni ən yaxşı olan versiya bu idi. Sonra yəni çox şey yoxdur. Mənə görə ən yaxşısı sərgəliyinə görə Gemini, amma beləncə özəlliklərinə görə Cloudopus yaxşıdır. Bugünkü qalibimiz ChatGPT-yə mən 10 üzərindən 6 verirəm səhvlərinə və ən axırıncısına görə. Mən Cloudopusa işinə görə 10 üzərindən 9 verirəm, yəni qəşəng animasiyalar var. Amma dağınıqlıq olduğuna görə bir bal oradan kəsirəm. Gemini'nin isə animasiyası da qəşəngdir, həm sərgəlidir, amma biraz sadədir. Ona görə də mən 10 üzərindən 8 verirəm. Bugünkü videomuzun qalibi isə Cloudopus'dur. Əgər siz kommentlərdə hər hansı bir proqramı düzəltməyimi istəyirsinizsə, kommentlərdə yaza bilərsiniz. Bugünkü videomuz bu qədər. Sağ olun, əlvida.